Nümunə haqqında doğru fikirləri müəyyən edin. Şeir vahidi bənddir. Qoşma janrındadır. Doğrudur. Şeir vahidi göründüyü kimi bənddir. Hər misrası 11 hecadsa qoşmadır. Həm də qoşma kimi qafiyələnib. Bu hiss olunur ki, qoşmanın orta bəndidir. Çünki İraq, Fəraq, Qabaq bunlar üçü bir qafiyələnib. Bir, doğrudur. Yazılı ədəbiyyatımızın parlaq nümunəsidir. Qoşma şifahi ədəbiyyat nümunəsidir. Ümumiyyətlə, aşıq yaradıcılığı şifahi ədəbiyyata aiddir. Bədii təyindən istifadə emosionallığı artırmışdır. Büllur, buxaq, lalə, yamaq, ayqabaq bunlar epitetdir. Bəli, bədii təyinli. Aşiqət eşq əzabı təhqiyə yolu ilə diqqətə çatdırılmışdır. Yanlışdır. Qoşmada təhqiyə necə ola bilər? Qoşma lirik növdür. Burada tərənnüm daha çox aparıcı olur. Fikrin təsir gücünü artırmaq üçün metafordan istifadə olunmuşdur. Metafor var. Deyir, qəm cismimi əridib. Əridə bilməz. Cavabımız 1, 3, 5'dir.